Bismillahirrahmanirrahim. Selamun aleyküm əzizlər. Həzrəti Fatimə Zəhra salamullah aleyhanın şəhadət günləri münasibəti ilə hamınıza başsağlığı verirəm və bu münasibətlə İmam Əli əleyhissalamın xanımı dəfn edərkən Resulullah sallallahu aleyhi və alihi və səlləmlə dərdləşməsini sizə oxuyuram, tərcümə edirəm. Nəhcül Bəlağə kitabının 202-ci xütbəsində bu dərdləşmə qeyd olunur. Və min kələmin ləhu aleyhissalam ruviyə anhu ənəhu qaləhu ində dəfni seyyidəti ən-nisə Fatimə aleyhissalam. Rəvayət olunur ki, Əmir-əl-Möminin əleyhissalam Həzrəti Fatimə Zəhra salamullah aleyha xanımlar xanımını dəfn edərkən bu kəlamları söyləyib Kəlmünəci bihi Resulullah sallallahu aleyhi və alihi ində qəbri və bu kəlamları Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmin qəbrinin yanında Resulullahla münacat eləyib, dərdedil eləyib, pıçıltı ilə bunları söyləyib və bizə nəql olunub ətrafındakilərdən. Bəzi alimlər bu ifadədən belə nəticə çıxarıblar ki, Həzrəti Zəhra salamullah aleyhanın mübarək məzarı hal-hazırda bilinmir. Çox güman ki, Resulullah sallallahu aleyhi və alihin məzarının yanındadır. Çünki buyurur, ində qəbrihi. Peyğəmbər sallallahu aleyhi və alihin qəbrinin yanında İmam Əli əleyhissalam Peyğəmbərlə dərdləşirdi Həzrət Fatiməni dəfn edərkən. Əssalamu aleykə ya Resulallah. Ya Resulallah, salam olsun sənə. Ənni, mənim tərəfimdən. Və an ibnətikə. Ən-nəziləti fi civarik. وَالسَّرِيعَةِ اللِّحَاقِ بِكِ. Həm mənim tərəfimdən sənə salam olsun, ya Resulallah. Həm də hamımızdan tez sənə qovuşan və sənin qonşuluğunda qərar tutan, dəfn olunan qızından sənə salam olsun. Qallə ya Resulallah an səfiyyətikə sabri. Ya Resulallah, sənin bu möhtərəm qızının ayrılığına, dərdlərinə görə səbrim tükənib. Və rəqqə anhə təcəllüdi. Bu ayrılığın, bu müsibətin nəticəsində taqətim azalıb. İllə ənə fit-təəssi li bi'azimi furqətik. Yalnız bir təskinliyim var və ona görə dözə bilirəm. O da bundan ibarətdir ki, mən sənin əzəmətli ayrılığına, ağır ayrılığına dözmüşəm. Sənin ayrılığından böyük yox idi. Və fadihi musibətikə məvdiə təəzz. Sənin müsibətində, o çətin durumda səbr etdimsə, burada da səbr edərəm. Bu mənim təskinliyimdir. Bilirik ki, Əli əleyhissalam üçün Peyğəmbər sallallahu aleyhi və aleyh təkcə qaynata deyildi, təkcə əmoğlu deyildi, təkcə qardaş deyildi. Əli əleyhissalam 5 yaşından Resulullah sallallahu aleyhi və aleyhin evində, yanında böyümüşdü. Həzrət Xədicəyə ana demişdi, Resulullah ona ata əvəz olmuşdu. Onu tərbiyə edən, onu bəsləyən, həyatı ona başa salan, dini marifi ona açıqlayan Resulullah sallallahu aleyhi və aleyhi olmuşdu. Resulullah və Əli əleyhissalam haqqında mübahilə ayəsi təsadüfi nazil olmayıb. Allah Teala onları bir can hesab edir mübahilə ayəsində. Həqiqətən bir can idilər. Və hətta Həzrəti Fatimə salamullah aleyhanın da müsibəti
Həzrəti Resulullah sallallahu aleyhi və aleyhin müsibəti kimi ağır deyildi əleyhissalama. Ona görə ərz edir ki, mən sənin ayrılığına dözmüşəm. Ona görə Fatimə salamun aleyhanın ayrılığına dözə bilirəm. Əgər sənin ayrılığın kimi qorxunc, böyük bir müsibətə dözə bilməsəydim, buna da dözə bilməzdim. فَلَقَدْ وَسَّتُّكَ فِي مَلْحُودَةِ قَبْرِكِ Ya Resulallah, mən səni qəbrə qoymuşam. O ağırlıqda müsibətə dözmüşəm. Sən mənim canımsan, mənim canımı qəbrə qoymuşam. Mənim bir rüknüm sən idin. Peyğəmbər sallallahu aleyhissalama bir dəfə buyurdu ki, tezliklə iki rüknünün, iki sütununun ikisi də əlindən çıxacaq, səni tərk edəcək. Bir sütun Resulullah sallallahu aleyhi idi. İkinci sütun Həzrəti Fatimə salamullah aleyha idi. فَلَقَدْ وَسَّتُّكَ فِي مَلْحُودَةِ قَبْرِكِ Ya Resulallah, mən o adamam ki, səni ləhədə qəbrə qoymuşam, qucağımda. وَفَادَتْ بَيْنَ نَحْرِ وَسَدْرِ نَفْسُكَ Mənim sinəmlə boğazımın arasında sənin canın çıxıb, ruhum pərvaz edib. Sənin mübarək başın mənim sinəmdə idi, sənin ruhun bu həyatı tərk edib daha əbədi böyük həyata qovuşanda. Yəni, mən bu müsibətlərə dözmüşəm. Ona görə Fatimə salamun aleyhanın müsibətinə dözə bilirəm, yoxsa dözə bilməzdim. فَاِنَّا لِلّٰهِ وَاِنَّا اِلَيْهِ رَاجِعُونَ Odur ki, Allah'ınıq, Allah'a da qaydanıq. Bunlar mənə təskinliyi verir. Ya Resulallah, فَلَقَدْ اُسْتُرْجِعَتِ الْوَدِيعَ Ya Resulallah, əmanətini geri qaytardım. Və uxidətir rəhinə Bu böyük nemət məndən qəbul elə, bu böyük neməti ki, mənə tapşırmışdın. Kirov kimi qoymuşdun, bunu geri al məndən. Əmmə huzni fəsərməd. Amma deyim ki, mənim qəm-qüssəm bundan sonra bitməz. Daim qəm-qüssədə olacam. Həzrəti Fatimə salamun aleyha dünyadan köçərkən dəfindən qabaq əleyhissalam bir söz buyurdu. Nəfsi əla zəfəratiha məhbusəh. Mənim canım həbs olunub Fatimənin müsibətindəki ah-naləyə həbs olunub. Ya leytəha xərəcət mə'əz zəfərati. Kaş bu ah-nalə ilə birlikdə canım da çıxaydı. La xeyrə ba'dəki fil həyati və innəmə əbki məxafətən ən tatulə həyati. Ya Fatimə, səndən sonra həyatda bir xeyir yoxdur. Ağlamağım buna görədir ki, qorxuram ömrüm uzun ola. Hətta yazırlar əleyhissalam Həzrəti Zəhra salamun aleyhanın və Resulullah sallallahu aleyhi və aleyhi müsibətindən o qədər dərd çəkirdi ki, mübarək başına qılınc dəyəndə Məlun İbn Mülcəm tərəfindən terror olunanda, zərbətlənəndə buyurdu, Fustu və Rəbbil Kəbə, and olsun Kəbənin Rəbbinə xoşbəxt oldum. Bunu deyirdi. Yəni, bu dərd-qəm qurtardı. Bu ayrılıq dərdi bitdi. Və əmmə leyli fəmsəhət. Daha gecələr yuxu mənə haramdır. İlə ən yəxtarəllahu li darək. O vaxta qədər ki, Allah mənim üçün sənin, ya Rasulallah, sənin huzurunu seçə. Əlləti əntə bihə muqim. Gələm o yerə ki, sən oradasan. Onda bitər mənim dərdim, qəmim. Və sətünəbbi'ukə bnətuk, ya Rasulallah. Qızın sənə məlumat verər, mən deməyim. Mənim üçün çox ağırdır demək ki, mənim ixtiyarım olmadı, müdafiə edim. Nələr baş verdi, mənim üçün çox ağırdır. Qızın sənə xəbər verər. Bitadafuri ümmətikə alə hədimihə. Qızın sənə xəbər verər. Necə bu ümmət əl-ələ verib, toplaşıb Zəhranı sındırmağa əzm etdilər. Fəhfihəs sual. Çox soruş.
qızından çox soruş, təkidlə soruş. Vəstəxbirhəl hal. Vəstəxbirhəl hal. Ondan xəbər al. Həzə və ləm yaqlil əhd. Ya Rəsulullah, çox keçməmişdi sənin şəhadətindən, vəfatından. Və ləm yaxlu minkə zikr. Hələ adın dillərdə dolanırdı. Hələ sənin adın unudulmamışdı. Bu hadisələr baş verdi. Esselamu aleykuma. Salam olsun hər ikinizə. Salamı müvəddi'in. Vidalaşan şəxsin salamını deyirəm. Amma la qalin. Amma getməyim üçün sevinmirəm. Və la səim. Yorğun olduğum üçün getmirəm. Fəin ənsərifi fəla'an məlaləh. Gedirəmsə, burada bezdiyim üçün getmirəm. Həzrəti Əli əleyhissalam ona görə gedirdi ki, artıq sübh olurdu. Biraz da orada qalsaydı, yəqin ki, məzarın yeri bilinərdi. Məzara hörmətsizlik olardı. Ona görə tez getmək istəyirdi. Və in uqim. Əgər burada qalıramsa, şikayətlənirəmsə, fəla an suizənnin bima va'adallahu sabirin. Ona görə deyil ki, Allah Taala'nın səbr edənlərə verəcəyi mükafata qarşı bədgümanam. Xeyr. Gəlirəm, dərdimi sənə deyirəm, dərdim yüngülləşsin. Böyük dərddir. Həzrət Fatimə salamun aleyha elə bir şəxsiyyət idi ki, hədisdə var, Rəsulullah sallallahu aleyhi və aleyhi buyurur, əgər Allah Taala Əli əleyhissalam yaratmasaydı, Həzrəti Zəhra salamun aleyha heç kəslə evlənməməli idi. Çünki onun tayı yox idi. Necə ki, Həzrəti Məryəm salamun aleyhanın tayı olmadığı üçün heç kəslə ailə qurmadı. Allah Taala Əli əleyhissalamın, Zəhra salamun aleyhanın, xüsusilə Rəsulullah sallallahu aleyhi və səlləmin şəfaətindən bizləri məhrum etməsin. Allah hamımıza əcr versin. Allah'a emanet.